Değerli müəllimlər, bugün sizə kurikulumdan demək olar ki, məzmun xətti, əsas standart, bir də alt standart haqqında məlumat verəcəm. Ümumiyyətlə, məzmun xətti nədir? Bunu yazıram. Məzmun xətti. Məzmun xətti hər bir fənnin ana xəttidir, leytmotividir. Yəni, ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun, belə deyək də, zəruri hissəsidir. Məzmun xətti. Və məzmun xətti dəyişmir. Məsələn, Azərbaycan dilində 4 məzmun xətti var. Məsələn, tutaq, Azərbaycan dili fənnində birinci məzmun xətti, məsələn, dinləyib anlama və, məsələn, belə deyək də, dinləyib anlama və danışma. Məsələn, birinci məzmun xəttimiz Azərbaycan dilində dinləyib anlama və danışma. İkincisi, məsələn, oxu. Üçüncüsü, məsələn, yazı. Məsələn, dördüncüsü dil qaydaları və s. Bunlar qeyd etdiyim kimi məzmun xəttidir. Yəni, məzmun xətti, yenə deyirəm, hər bir fənnin ana xəttidir, leytmotividir. Bəs əsas standart nədir? Buradan yazıram, əsas standart. Əsas standart demək olar ki, dəyişir. Düzdür, indi burada əsasən dəyişmir, amma bəzən nə vaxt dəyişir? Məsələn, tutaq, bir bilik, bacarıq formalaşıbsa, sadədən mürəkkəbə doğru getdikcə əsas standart dəyişə bilər. Bizim əsas işimiz, indi qeyd edəcəm, bunları nümunələr üzərində. Əsas işimiz alt standartla bağlıdır. Alt standartlar necə bağlıdır? İndi qeyd edirəm bura. Məsələn, alt standart. Yazıram bura. Bax, bugün biz əsasən dərslərimizdə alt standartı reallaşdırırıq. Əsasən alt standartı qeyd etdiyim kimi reallaşdırırıq. Yəni, necə? Məsələn, tutaq, bura qeyd edirəm. Alt standart nədir? Əvvəl qeyd etdiyimiz məzmun standartı, yəni şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Biz dərsdə alt standartı reallaşdırmalıyıq və eyni zamanda dərsin məqsədini alt standartdan çıxarırıq. Bax, qeyd edirəm bura qeyd kimi. Dərsin məqsədini, bax, bu dərsin məqsədi alt standartdan çıxarılır. Bax, bu həmin bu qeyd etdiyim alt standartdan dərsin məqsədini çıxarırıq. İndi bunun nümunə kimi də mən qeyd edəcəm bəzi şeyləri. Bax, fikir ver. Məsələn, Azərbaycan dilindən tutaq deyirik ki, qeyd edirəm bura 4.1.2. Bu nə deməkdir? Bu 4 burada hansı ki məzmun xəttidir. Bax, bu birinci qeyd etdiyimiz 4 məzmun xəttidir. Bax, bura qeyd edirəm, məzmun xətti. Bax, bu 4. Yəni, 4-cü məzmun xətti. Məsələn, Azərbaycan dilində 4-cü məzmun xətti hansıdır? Dil qaydaları. Deməli, bu 4-cü məzmun xəttidir. Sonra nöqtə 1. Bu 1 isə əsas standartdır. Artıq bu 1 nə olacaq? Əsas standart qeyd etdim. Bu sondakı nöqtədən sonraki 2 isə, bu isə alt standartdır. Yəni, biz məzmun xəttindən bir əsas standart çıxartdıq. Bu, deməli, 4-cü məzmun xəttinin birinci əsas standartı, bu da ikinci alt standart. Bax, bu alt standartdan dərsin nə eləyirik? Məqsədini çıxarırıq. Dərsin məqsədini, bax, bu alt standartdan çıxarırıq. Dəyərli müəllimlər, bu tür video dərsləri istəyirsinizsə, video dərslərimizi bəyənin, dərslərimizə abunə olun. MİQ və sertifikasiya imtahanına hazırlaşanlar kurikulumdan da dərslərimizə qoşula bilərsiniz. Diqqətinizə görə çox sağ olun.